Müraciət edən şəxslər arasında travmadan əziyyət çəkən şəxslər daha üstünlük təşkil eləyir. Bu şəxslər adətən müraciət edərkən əsas məqsədləri, hədəfləri niyə mən eyni hadisələri təkrar dəyişmədən yaşayıram sualı ilə olur bir çox hallarda. Bu sualın cavabı travma üzrə işləyən mütəxəssislər onunla əlaqələndirirlər ki, adətən bizə doğma olan prosesi, doğma olan ssenarini seçməyə daha uyğunuq. Yəni travmatik hadisə bizə uyğun olduğu üçün, daha doğma olduğu üçün onu seçirik. İkinci adətən gələn sual onunla əlaqədar olur ki, bəs bundan sağalmaq necə mümkündürmü? Travmadan sağalmağın ən mümkün yollarından biri travmaya təcrübə mənbəyi kimi baxmaq və onu sonrakı həyatda daha pozitiv şəkildə tətbiq etməkdir. Bu şəkildə metodlarla əlbəttə ki, sizin də travmaya olan münasibətiniz dəyişə və öyrənmə təcrübəsinə çevrilmiş ola bilər.